Biz Rəbbin evladlarıyıq və Rəbbin bizə verdiyi hər bir şeyə məxsusuq və bu sözsüzdür. Sadəcə hər şeyi götürmək üçün gərək biz Rəbbin qarşısına imanla gedək və imanla əldə eləyək. Çünki baxın kəlamın bir çox yerində İsa Məsihin yanına gəlirdilər. O heç kəsin yanına getmirdi. Hamı ona tərəf qaçırdı. Yəni ki, onu istəyən, öz həyatında dəyişiklik istəyən, öz həyatında yenilik istəyənlər hamısı qaçırdılar onun üzərinə və öz imanlarına görə həqiqətən də hər şeyi əldə edirdilər və alırdılar. Min şükürlər olsun. Bəzən biz dua etdikdə mən Rəbbi hiss eləmirəm və yaxud da Rəbb mənə cavab vermədi və yaxud da mən onun toxunuşunu və bədənində belə soyuq dəyən kimi belə bir hissləri keçirtmədim deyənə mən dua eləmək istəmirəm. Deməli, Rəbb məni eşitmir və Rəbb mənim dua eləməyimi qəbul eləmir və yaxud da yəqin ki, dua eləməyimi istəmir. Bu bizdə inansız çox yanlış bir fikirdir və bu yanlış fikrə görə bəzən biz duadan imtina eləyirik və Rəbdən küsürük. Əslində Rəbb hər dəfə bizə toxunmağa və hər dəfə biz onu hiss eləmək məcburiyyətində deyilik. Dua Rəbblə ünsiyyətdir və sənin o ünsiyyətin olmadan sən öz qarşındakı bir insanı tanıya bilməzsən. Düz deyilmi? Biz insanı necə tanıyırıq? Biz onunla otururuq, dururuq, onunla ünsiyyət qururuq, onunla bir yol gedirik. Və bunun əsnasında biz insanı tanımağa başlayırıq, insan xüsusiyyətlərini, onun xəssiyyətini tanımağa başlayırıq. Eynən də Rəbb bu cür nədir? Biz Rəbblə oturub durmasaq, onunla danışmasaq, ona dua eləməsək, onun kəlamını oxumasaq, biz heç vaxt Rəbbin bizdən nə istədiyini bilə bilmərik və Rəbbin kim olduğunu bilə bilmərik. Biz bilirik ki, Rəbb var, o göylərdədir, o hər şeyə malikdir, amma həqiqətdə o mənim atam olduğumu və mən onun evladıyam dedikdə onu hiss eləyə bilməyəcək heç vaxt və heç vaxt o səlahiyyətdən, evladlıq səlahiyyətindən biz heç vaxt istifadə eləyə bilməyəcəyik. Dua həyatım sıfıra bərabərləşdikdə mən özüm də Rəbdən uzaqlaşmağa başladım və inanın içimdə elə bir aqressiya, elə bir küskünlük, hər bir sözün, bir xırda bir sözü belə mənə toxunuşu, özünü tənha hiss eləməyim, özünə heç kəs lazımsız olmağı hiss eləmək kimi bir şeylər artıq məni bürüməyə başladı. Elə bil ki, mənim üzərimdə səlahiyyət almağa başladı və inanın bu vəziyyətdən çıxmaq çox çətin olur. Çox, bu elə bil ki, bu depressiya ruhu səni o qədər ələ alır ki və sənin fikrin bir başqa yerə yönəlir. Mən bədbəxtəm, mənim bəxtim bu cürünə yazılıb, mən heç kəsə lazımsızam, deməli mən ömrümün axırına kimi bu cürünə olmalıyam, mənim həyatım nikbinliklə dolmalıdır. Ailədə mən heç vaxt başa düşülməyəcəm, mən heç vaxt sevilməyəcəm, heç vaxt hörmət olunmayacam və bu kimi fikirlər artıq məni zəbt eləməyə başladı və mənim bütün düşüncəmi, bütün mənim necə deyərlər, varlığımı ələ almağa başladı. Və inanın, min şükürlər olsun ki, həqiqətən də bizdə imanlı bacılar var, bizdə bizim Rəbbimiz var, müqəddəs ruhumuz var ki, hansılar ki, səni düzgün yola yönəldə bilir və sənin ürəyinə toxunaraq səni düzgün istiqamətə təzədən qaytara bilir. Amma həqiqətən də duanı biz etdikdə biz gözləməməliyik ki, müqəddəs ruh indi enəcək üzərimə, mən onunla üzbəüz duracam, danışacam və yaxud o belə möhkəm səslə danışacaq, hamı onu eşidəcək və yaxud indi mənim bədənimdən belə sirkələnmə keçəcək və mən biləcəm ki, müqəddəs ruh yanımdadır. Xeyr, elə bir vaxt olur ki, inanın, dua etdikdə sən heç nə hiss eləmirsən, tamamilə heç nə hiss eləmirsən. Nə toxunuşu hiss eləyirsən, nə o göz yaşın axır, nə heç nə.
Yəni ki, heç nə dedikdə, yəni ki, heç nə demək istəyirəm. Həqiqətən də sən heç nə hiss eləmirsən. Amma o demək deyil ki, biz duanı dayandırmalıyıq. Biz duadan imtina eləməliyik və biz düşünməməliyik ki, Rəbb məni eşitmir və Rəbb burada deyil. Əgər mən o müqəddəs ruhun o toxunuşunu hiss eləmirəmsə, o mənim gözümdən yaş tökülmədisə, mən titrəməni hiss eləmədimsə, deməli müqəddəs ruh mən dua elədiyim yerdə yoxdur. Xeyr. Kəlam belə deyir ki, sən dua etdikdə göylər üzərində açılır və Rəbb öz işini qoyaraq gəlir məhz sənin yanına. Onu hiss eləmək sən məcburiyyətində deyilsən. Bizim həyatımızın məqsədi o olmamalıdır ki, biz Rəbbi eşidək. Yəni ki, onun səsini fiziki olaraq eşidək, biz onu fiziki olaraq görək. O bizə hər dəfə toxunsun, bizim bədənimiz sirkələnsin. Bizim duamızın məqsədi bu olmamalıdır. Bizim duamızın məqsədi hər zaman niyyət olmalıdır. Düzgün, dürüst niyyət. Rəbbin iradəsinə uyğun olaraq bir niyyət olmalıdır ki, bu dua nə üçündür, nəyə görədir? Mən bu duanı məhz nəsillər qalxmaqdan ötəri eləyirəm. Mən bu duaları gələcək nəslinin Rəbdə möhkəm olmaqlarını görə eləyirəm və yaxud öz ailəmə görə eləyirəm, öz maddi cəhətlərimə görə eləyirəm, özümün hardasa ruhani böyüməyimə görə eləyirəm və biz Rəbbin qarşısına gəldikdə, biz dua elədikdə bizim məqsədimiz Rəbbi hiss eləmək deyil. Bizim məqsədimiz öz ürəyimizi Rəbbin qarşısına açmaqdır və hər bir şeyi Rəbbə havalə eləyərək onun iradəsini gözləməkdir. Elə bir dualar var ki, illər belə keçsə, sən dua elədiyin bir şeylər dəyişmir. Dəyişmir. Niyə dəyişmir? Çünki bəzən biz bəzi şeylərdən keçməliyik ki, orada möhkəmlənə bilək. Və mən bir məruzəçiyə qulaq asırdım və o çox gözəl bir söz dedi. Dedim, mən elə ki, küçədə böyümüşəm. Sovet dönəmi idi. Yəni ki, hər yer dağılırdı, sökülürdü və mən küçələrdə böyümüşəm. Bir küçə uşağı kimi. Çox pis söyüşlər söyürdüm, dalaşmağı öyrənirdim. Mənim həyatımın məqsədi, mübarizəsi bu idi. Kimlənsə dalaşmaq, özümü müdafiə eləmək və bu cürlə böyümüşəm. Və mənim içimdə insanlara qarşı məhəbbət yox idi. Və mən hər zaman elə bir dövrəyə düşürdüm ki, Rəbb məni elə bir yerə qoyurdu ki, harda məni sevməyi öyrədirdi. Amma mənim, deyir evladım, tam əksinə, o qədər içində sevgisi var ki, o qədər içində mərhəməti var ki, amma özünə görə mübarizə apara bilmir. Yəni ki, özünü kiminsə qarşısında müdafiə eləyə bilmir. Və Rəbb həmişə deyir, onu elə bir vəziyyətə qoyur ki, o orada özünü müdafiə eləməyə öyrənsin deyənə. Bəzən biz də elə bir yerlərə düşürük, elə bir vəziyyətlərə düşürük, harda ki, Rəbb bizi öyrədir. Nəyimiz çatmırsa, onu inkişaf elətdirməyə öyrədir. Nəyimiz artıqdırsa, onu həyatımızdan götürməyə öyrədir. Tamamilə onu sıfıra döndərməyə öyrədir. İnanın, bu söz elə bil ki, əlimdə bir bayraq olub, həqiqətən də. Sevinin, sevinin, bir daha deyirəm, sevinin. Heç nəyə baxmayaraq. Əlində çörək pulun yoxdursa, sevin. Çünki sənin Rəbbin var, o çörəyi verə biləcək və yox yerdən sənin qapına gətirə biləcək Rəbbin var. Sağlamlığın yoxdursa, o sağlamlığı bərpa edəcək Rəbbin var və sənin imanına görə sən o sağlamlığın bərpasını alacaqsan. Ailəndə problemlərin varsa, deməli, hardasa sənin düzəlişin lazımdır. Hardasa sən düz eləmədin və sən o vəziyyətləri keçməlisən ki, sən o vəziyyətlərdən qalib çıxmalısan ki, sabah sənin qarşına bir insanlar çıxdıqda sən onlara düzgün, dürüst bir istiqamət göstərə biləsən ailə vəziyyətindən. Ona görə də, yenə də deyirəm, məqsədimiz Rəbbi fiziki olaraq görmək deyil, Rəbbi fiziki olaraq eşitmək deyil. Bizim məqsədimiz Rəbbə bənzəməkdir. Onunla ünsiyyət quraraq, onun bizə qoyduğu o
nümunə ilə yaşamaqdır. Və duada gözləməyin ki, işte mən bugün müqəddəs ruhla bir yerdə olacam və yəni ki bir yerdə olacam deyil, yəni ki mən o toxunuşunu hiss eləyəcəm, o bədənimin titrəməsini hiss eləyəcəm. Dua duadır hər zaman. Yəni ki duanı heç vaxt dayandırmayın. Bəzən mən başa düşmürdüm, gizli otağa gir və qapını ört deyəndə. İnanın, mənim üçün gizli otaq o sən ürəyində danışdığın da gizli otaqdır. Çünki sənlə Rəbdən başqa heç kəs bilə bilmir ki, siz orada nə danışdınız. Amma həqiqətdə gizli otaq sən həyətdə otursan belə, sən Rəblə ürəkdə danışdığın zamanda orada da o ünsiyyətdir, o gizli otaqdır. Harda ki sən sidqi ürəkdən, təmiz bir niyyətlə Rəbbin qarşısına gəlirsənsə, min şükürlər olsun, həqiqətən də bizdə bu dua var. Min şükürlər olsun ki, bizdə Rəblə bu ünsiyyət tərzi var. Həqiqətən də duasız insan susuz bir ağaca bənzəyir. Birdən-birə qurumur, amma yavaş-yavaş solmağa başlayır həqiqətən də. Ona görə də hər zaman duada olaq. Hər yerdə dua eləməyə öyrənək. Min şükürlər olsun Rəbbə.